Salam, bugün sizinle 3. zona üzrə keçirilən 9-cu sinif buraxılış imtahanının ingilis dili suallarını izah edəcəm. Və burada dinləmə əlimdə olmadığı üçün yenə də digər zona imtahanını izah etdiyim kimi short text, qrammatika və essay üzərində işləyəcəm. 5-ci sual. Dear story writers, əziz hekayə yazarlar, are you interested in learning more about literature? Ədəbiyyat haqqında daha çox öyrənmək marağındasınız. Join our Basics of Literature course this Saturday at 10 a.m. Bu 6-cı gün səhər saat 10-da ədəbiyyatın əsasları kursumuza qoşulun. You will discover easy methods to write stories for kids. Siz uşaqlar üçün hekayə yazmağın asan yollarını, metodlarını kəşf edəcəksiniz. The course is open to everyone above the age of 18. Kurs 18 yaşı üzəri hər kəsə açıqdır. Don't miss this chance to improve your skills. Bacarıqlarınızı inkişaf etdirmək şansını qaçırmayın. Sign up and attend the course without any payment. Heç bir ödəniş ödəmədən kursumuza qoşulun. Səmimiyyətlə, only for kids cəmiyyəti. A variantına baxırıq. Bax, cavabımız nə olacaq? The course will help kids to improve their storytelling skills. Hekayə danışma bacarıqlarını uşaqların inkişaf etdirməyəcək. Bu hekayə yazarları üçündür. Ona görə A yanlışdır. The community organizes a free course for story writers. Cəmiyyət nə təşkil edir? Pulsuz, a free. Orada deyir ki, without any payment. Bu free-yə bərabərdir. For story writers və cavabımız doğrudur. B variantı. C niyə yanlışdır? Basics of Literature course requires a small amount of payment. Nə tələb edir? Kiçik məbləğ. Orada deyir ki, amma pulsuzdur. The community wants to teach kids how to write a story. Uşaqlara necə hekayə yazmaq olduğunu öyrətmir. The course will take place every Saturday through the year. İl boyunca 6-cı günlərdir baş verəcək. Yanlışdır. Keçək 6-cı suala. Dear customers, əziz müştərilər. We would like to inform you that our shop will close early today at 5 p.m. for deep cleaning and construction. Sizi məlumatlandırmaq istərdik ki, mağazamız bugün erkən bağlanacaq. Günorta saat 5-də bağlanacaq və nə səbəbindən təmizləmə və tadilat deyirlər, nə deyirik Azərbaycan dilində. Orada hər hansı bir işlər görüləcək, o səbəbdən bağlanacaq. Please make sure to finish your shopping before it. Zəhmət olmasa, deməli, to finish your shopping before. Bundan əvvəldir alış-verişinizi tamamladığınızdan əmin olun. Thank you for your understanding. Anlayışınız üçün təşəkkürlər. Best regards, hörmətlə. Deməli, shop manager, mağaza meneceri. Burada 6-da A variantındadır. Tomorrow the shop will be closed the whole day for construction. Bütün günü yox, sadəcə saat 5-dən bağlanacaq. Sonra the construction will last till tomorrow evening. Sabah saat axşama kimi davam edəcək. Xeyr. The shop manager announced discount. Endirim elan edirdir sabah üçün. Xeyr. Customers can start shopping after 5 p.m. tomorrow. Sonra deyir ki, başlayacaqlar shoppingə. Xeyr. 5-ə qədər tamamlayın. Deməli, our shop will close early today. Saat 5-də bağlanır. Customers are asked to finish shopping till 5 p.m. 5-ə qədər tamamlamaları xahiş olunur. 7-ci sualda əziz Sara, yəni deməli 6 cavab oldu Y. Burada cavab B. Əziz Sara, thank you for helping me with my math homework last week. Deməli, əziz Sara, mənə keçən həftə riyaziyyat ev tapşırığımı yazmağa kömək etdiyin üçün təşəkkür edirəm. I did well on the best because of your help. Sənin köməyinə görə mən ən yaxşısını edə bildim. Next week I will have final exam in science. Gələn deməli həftə mənim son final imtahanım olacaq təbiətdən. Let's meet soon to study together again. Gəl yenə də öyrənmək üçün birlikdə toplaşaq. Best wishes and xoş arzularla Emma. A variantında deyir Sarah wants to meet Emma next week to do homework. Sarah deyir görüşmək istəyir Emma ilə. Emma görüşmək istəyir. Yəni yazan Emmadır. Sarah A yanlışdır. Sarah wishes Emma to achieve success at math. Sarah Emma arzulayır ki, deməli riyaziyyatdan uğur deməli nail olmasını arzulayır. Yanlışdır. Emma achieved a high score in science homework.
deyir təbiətdən ev tapşırığından yüksək bal alıb, hələ təbiətdən imtahan olmayıb. Emma helped Sarah to be successful at math. Emma kömək edir deyir Sarah riyaziyyatda uğurlu olması üçün. Xeyr, Sarah ona kömək edib, o da ona təşəkkür edir. Emma asked Sarah to help her to study science. Bu doğrudur. Emma ondan soruşur ki, xahiş edir ki, yenə də ondan öyrənsinlər bir yerdə, kömək etsin ona. Cavabımız Y variantı. Keçək 8-ci suala. Və bu mətnimizdir. Komodo dragons are one of the largest animals on earth. Komodo əjdahaları yer kürəsində ən böyük heyvanlardan biridir. Deməli, söhbətimiz nədən gedəcək? Paragraflara baxıram ki, burada nə var? Komodo, komodo, komodo və komodo əjdahalarından gedir. Komodo əjdahaları dünyada ən böyük heyvanlardan biridir. Çox ehtimal ki, cavabımız mətn haqqında olan burada yoxdur ki, hələ baxaq 8-ə. Nəsə tərcümə edirik. It is believed, inanılır ki, that Komodo dragons came from Australia to Indonesia thousands of years ago. Min illər əvvəl Avstraliyadan İndoneziyaya gəldikləridir, inanılır. These animals can grow up to 3 meters. 3 metrə qədər böyüyə bilirlər, boyata bilirlər. They are also heavy. Həmçinin ağırdırlar. They can be about the same weight as a panda bear. Panda ayısı ilə eyni ağırlıqda ola bilərlər təqribən. Komodo dragons have an excellent sense of smell. Çox mükəmməl qoxu bilmə hissiyatları var. They use their tongues instead of their noses to smell. Dillərini istifadə edirlər dad bilmək üçün burunları əvəzinə. Komodo dragons are very good hunters. Çox yaxşı ovçudurlar. They can see the animal which they want to hunt from 4 kilometers away. Komodo əjdahaları dediyi yaxşı ovcudular. Onlar nəyə görə bilirlər heyvanları? 4 kilometr uzaqlıqdan görə bilirlər. They are known for their dangerous hunting way. Onlar təhlükəli ovçuluq metodlarına görə tanınırlar. They have poison in their mouths that can kill animal they hunt. Deməli, ağızlarında zəhər var. Heyvanları udanda deyə ağzında zəhərləyirlər. There is an interesting fact that Komodo dragons can also eat one another. Və bir-birlərini də yeyə bilirlər, maraqlı faktlardan biri. The larger ones can eat the smaller ones. Böyüklər balacaları yeyə bilir. Komodo dragons may soon no longer exist. Hal-hazırda mövcud deyillər. They usually stay away from people. İnsanlardan adətən uzaq dururlar. Mövcud may soon no longer exist. Yəni mövcud olmaya bilər. Deyil. Volcanoes, earthquakes and fires are dangerous for these animals. Vulkanlar, zəlzələlər, yanğınlar bu heyvanlar üçün təhlükəlidir. To protect them, onları qorumaq üçün Komodo National Park was created in 1980. 1980-ci ildə onları qorumaq üçün Komodo Milli Parkı yaradılıb. This park includes several islands of Indonesia where Komodo dragons live. Bu park bir neçə İndoneziya adalarından ibarətdir. Hansı ki, orada Komodo əjdahaları yaşayır, haradakı. Komodo dragons 8-ci sualda burada olacaq. Can grow up to a meter, 1 metrə qədər böyüyə bilir. Yanlışdır. 4 kilometr məsafədən bir-birlərini məsafə saxlayırlar bir-birləri ilə 4 kilometr. Yox. O 4 kilometrdən görə bilirlər ovlarını. Yanlışdır. Have a sense of smell in their tongues. Dillərində dad bilmə, qoxu bilmə şeyləri var. Düzdür, cavab C-dir. Bir-birlərini hücum etmirlər. Yanlışdır. D-də are light in weight. Yüngüldülər deyil. Yanlışdır. 9-cu sualda how do Komodo dragons necə ovlanırlar? Baxaq variantlara. Balacalar deyir, kömək edir böyüklərə. A yanlışdır. Komodo deməli digər heyvanları deyir, uzun məsafədən ovlayırlar. Digər heyvanları. Bir-birlərini də ovlaya bilirlər. Komodo dragons use their noses to find other animals. Burunlarını istifadə edirlər. Yanlışdır. They use in their noses. Use poison in their mouths. Ağızlarında zəhər var heyvanları öldürmək üçün. Doğrudur. Burada cavabımız nə olmuşdu? C. 10-cu suala gələk. Səhvi istəyir bizdən. Komodo dragons came from Indonesia. Yox. Australia. Avstraliyadan gəlib İndoneziyaya. Cavab olacaq elə A variantı. A səhvdir. 11-ci sualda mətn nə haqqındadır? Bayaq dedim ki, böyük heyvanlardan biri də elə birinci mətnin başlanğıcında verib. One of the biggest animals. Cavab olacaq C variantı. Keçək 12-ci suala. Komodo National Park was created at the end of the
20th century. 20-ci əsrin sonlarında yaradılıbdır. 1980 elə düzdür. Bir doğrudur. Komodo dragons are very friendly with people. Yanlışdır. All Indonesian islands are included to Komodo National Park. Deməli, Komodo dragons are under protection. Qoruma altındadılardır Komodo. Cavab 1-4. Baxaq görək 3 nəyə görə yanlışdır? All Indonesian islands deyir. Burada amma demişdi ki, baxaq. Several, bir neçə. Yəni, baxın. Keçək 13-cü suala. The central street is very noisy. Mərkəzi küçələrdir. Noisy, səs-küylüdür. Antonimi deməli, sakitdir deməliyik. Sakit nədir? Quietdir. Uşaqlar bu imtihanda elə də çətin olmayıb. She decided 3-cü qrup feildir. To olacaq. To sell. Və not to sell. 1-3 cavab olur. C variantı. Deməli, the boy took oğlandı. Və nöqtələrdən sonra isim gəlib. Olacaq his. His B, C-də var. Və görürsünüz ki, axırında maydan sonra isim gəlməlidir. Amma nöqtələrdən sonra ismimiz yoxdur deyə maya çıxırıq. Cavab qalır B variantı. His mine. One of the tables is newly painted. Mübtədə xəbər uzlaşmasıdır. One of-un xəbəri təkdir, bir doğrudur. The cost of this construction is too high. Dəyəri cavab olacaq 2. George and I was yox, were olmalıydı. And birləşmələr xəbəri were-dür. The pages of-dan əvvəlki sözümüz cəmdir. Xəbər are olmalıydı. Cavab 1-2D variantı. Keç 17-ci suala. Əgər cavabımız insandırsa, Mr. Mrs. Sualımız who olacaq. Who was your first grade teacher? 4-cü sinif müəllimimiz kim idi? O deyir, Mr. Smith idi. Cavab olur A variantı. 18-ci sualda. The singer, his new song at the moment. Hal-hazırdadırsa cavab B olacaq. Əmizlər üstəgəl və bayıncı. We played very well. Biz çox yaxşı çaldıq. Didn't win, uda bilmədik. Amma yaxşı çaldıq, amma uda bilmədik. 20-ci sualda. This winter I'll stay with my aunts. At my aunts da olar. For 2 weeks. Deməli. İkinci hissədə bunu çıxdıq. İni çıxırıq. Sonra for my aunts olmaz. On my aunts olmaz. Elə cavab olacaq C variantı. This winter I'll stay at my aunts for 2 weeks. 21-ci sualda məchul növ istəyir. I like to listen to the music. Burada məchul növ quruluşu yoxdur. Olmalıdır to be. Üstəgəl verb quruluşumuz. I drink milk. O yoxdur. The baby slept a lot. O yoxdur. It is very difficult to answer the question. I was offered a new job. Mənə yeni iş təklif edildi. To üstəgəl, yəni was üstəgəl verb cavab olur Y variantı. Keçək 22-ci suala. Worry, narahat olmaq, scream, qışqırmaq, cover-da örtmək. Deməli, 1-ə gedəcək. To make a loud high cry, bu olacaq scream, qışqırmaq. 2-yə gedəcək A. 2-yə gedəcək A. To feel that something bad will happen or has happened. Bu narahat olmaq. 1-ə gedəcək. 3-ə də gedəcək C. Deməli, 1-ə getdi B, 2-yə getdi A, 1B, 2A, cavab Y variantı. 3-ə də C. Cover-dakı to put one thing over another thing. To hide it, gizlətmək və yaxud da saxlamaq üçün. 23-də our building as müqayisə, üzr istəyirəm, positive degree A dərəcədir. A dərəcədirsə, sadə olanı götürürük, modern. Keçək 24-cü suala. Annoy, qıcıqlandırmaq, frighten, qorxutmaq, prove, sübut etmək. Show that something is true. Elə 3-ə gedəcək A. 3A olanlar baxaq hansılardır. Bunu çıxdıq, bunu çıxdıq. Bunu da qaldıq B və Y arasında. To make somebody a little angry. Biraz qıcıqlandırmaq, yəni əsəbləşdirmək. 1-ə B. Cavabımız olur D variantı. Keçək 25-ci suala. Negativ mənalı. Embrace, utandırmaq. Utanmış daha doğrusu. Peaceful, sakit, sülh deyək. Sülh içində, sülh sevərmi? Confident, inamlı, kreativ, yaradıcı. Bunlar müsbət mənalardadır. Disrespectful, hörmətsiz və cavab olur 1 və 5. Keçək, baxaq, görək şəklimiz nədir? Baxırıq ki,
Bir qrup uşaqdır, valideynlər əyləşib, uşaqlar nəyəsə hazırlaşırlar deməli. Çöldə də maşınları görürük. İkincisində səbət yadlarına düşür ki, səbəti qoymalıdırlar və yola düşürlər. Belə deyək ki, one sunny day or beautiful day deyə bilərik. A group of children deyə bilərik və yaxud da friends deyə bilərik. Decided to go on a picnic. Çünki piknik üçün səbət qururlar. Firstly, they are busy at home packing their bags. Öz çantalarını yığmaqla məşğuldurlar. Next, sonra isə they loaded their car. Maşını yükləyirlər with a basket full of delicious food. Deməli, dadlı yeməklərlə səbətlərini doldururlar. Sonra finally, nəhayət, they arrived at a beautiful gözəl bir yerə, tarlaya gəlib çıxırlar. Buradakı dağlar var, oraya ağaclar, yaşıllıq. They packed their cars and began to enjoy the fresh and lovely day deyə bilərik. The lovely view together. Onlar nədən zövq almağa başlayırlar? Deməli, təmiz havadan, fresh air and the lovely view, gözəl mənzərədən. It was a perfect day, gözəl gün idi. Belə deyə bilərik. Mətni şərh bölməsinə yerləşdirəcəm. Bu qədər.